Bizə gələn çox sayda suallara cavab olaraq bugün sizlərlə MRT çəkiminə gələrkən nə geyinməmiz gərəkdiyinə dair bir video çəkmək istədim. Geyimimizin üzərində özəlliklə metalik qaş və ya düymə olmamasına diqqət etməmiz gərəkdir. Bundan əlavə hansı nahiyənin çəkilməsi də çox önəmli bir məsələdir. Belə ki, biz baş bölgəsi çəkiləcəksə əgər, baş bölgəsində metalik saç broşları və yaxud da ki, eşitmə cihazımız varsa, eşitmə cihazı, ağızda protez dişlər taxılıb çıxarıla bilən protez dişlər varsa, onların çəkim öncəsi, hətta çəkim otağına girmədən mütləq çıxarılması gərəklidir. Özəlliklə baş bölgəsinin MRT çəkiminə gələcək olan qadın xəstələr bəzən bəzi makiyaj malzəmələri istifadə edirlər. Məsələn, göz üstü tozlar və ten və ya far dediyimiz makiyaj malzəməsini kullandıqları zaman tərkibində metalik tozlar ola bilir və həmin metalik tozlar MRT çəkimi sırasında maqnetik duyarlılıq artefaktına səbəb olub o bölgənin dəyərləndirilməsini suboptimal, yəni istədiyimiz səviyyədə olmamasına səbəb olur. Bu yüzdən MRT çəkiminə gələcəyiniz gün mümkünsə makiyaj etməmənizi tövsiyə edirik. MRT çəkimi hər bölgəyə spesifik olmaqla minimum 20 dəqiqə və üzəri sürə bilir və bu yüzdən çəkimə gəlirkən özəlliklə daha rahat və geniş paltarlar geyilməsini tövsiyə edirik. Xəstəxanalardan asılı olaraq bəzi özəl və ya dövlət xəstəxanalarında xəstənin özəl qiyafətlərini dəyişib MRT üçün uyğun qiyafətlər geyilməsi tələb oluna bilər.